Ev çöldən çölə 12'nin 10'adır. Garajın hündürlüyü 2 metr. Koridor hissəsidir bura. Koridora daxil olduqdan sonra sağda belə bir böyük mətbəxi var. Mətbəxin pəncərəsi öz həyətinə baxır. Mətbəxdən sonra yataq otağı, belə bir yataq otağı. Pəncərəsinin qarşısı açıqdır. Koridordan solda böyük bir qonaq otağı. Qonaq otağı 7,5'ın 3,5'adır. Pəncərəsi öz həyətinə baxır. Pəncərələr yerdən şəbəkə ilə. Böyük pəncərələrdir. Bütün otaqlara TV xətti qoyulub. Qonaq otağından sonra belə bir yataq otağı. Sonra belə bir yataq otağı. Evin hər tərəfinə hərlənmək olur. Burada 2 metrə yaxın yer saxlanılıb evin arxasına keçmək üçün. Su xətti, 2 su xətti var. Qazı, suyu, işığı daimdir. TV xətti. Ağ qapılar, qara zamokla. Bura isə hamam. Hamam asma tavandır. Yer isti pol. Kafel dekor vurulub. 3 divar, bir divar dekordur. Koridor hissəsi. Ev yenə deyirəm 12'nin 10'adır, 4 otaqlıdır, 3 yataq otağı, 1 qonaq otağı, mətbəx, koridor və hamam.